Hər kəsə salam. Sizə bir müddət əvvəl 13 yaşındakı uşağın uşaq dünyaya gətirməsinə bağlı video paylaşmışdım və bundan bir müddət qabağı da 13 yaşlı qızın itkin düşməsi ilə, Naxçıvanda baş verən hadisə ilə və s. və ilə axirə deyən bir çox problemli məsələ danışmışam sizlə və bu məsələlərdə aldığım rəylər çox qəribə idi. Sizdən bir şey xahiş eləyəcəm. Rəy bildirmədən qabaq sadəcə o qızla özünüzü müqayisə eləyin. Burada əsas problemli məsələ ailədir, ailələrimiz. Çünki cəmiyyəti formalaşdıran ailələrdir və ailələr düzgün tərbiyə verməsə, uşaqlara düzgün yolu öyrətməsə, ailənin özünün etik dəyərləri düzgün olmasa, onda o uşaqdan da düzgünlüyü gözləyə bilmərik. Bəli, istisnalar var, amma bu qaydanı pozmur. Məsələn, evdən qaçan uşaqlar. Evdə niyə qaçırlar? Çünki evdə yetərli sevgini, qayğını görmürlər. Ya da pis yola düşən qızlar. Yenə eyni səbəb. O evdən qaçmaq üçün o yolu seçirlər. Çünki o yol onlar üçün bir qaçış yolu olaraq görülür. Məsələn, baxsaz hamısının hekayəsinə deyəcəklər ki, mənim ailəmdən problemim var. Ya atam məni döyürdü, ya anam məni sevmirdi, ya anam məni tərk eləyib və s. və ilə axirə. Deyəcəksiniz ki, indi bunlar bəhanədir. Yox, bunlar səbəbdir. Ailələr uşaqlarını dinləsə, anlamağa çalışsa, onları başa salmağa çalışsa da bunlar olmayacaq. Məsələn, mənim bir dostum var idi, uşaq vaxtı başına çox da xoş olmayan hadisələr gəlmişdi. Çox böyük bir hadisə deyildi Allahdan. Amma məsələn, o onun ailəsinə deməyə çox qorxurdu. Niyə? Çünki ailəsinin onu bir şey eləməklə günahlandıracağını düşünürdü. Oysa ki, bu hadisə baş verəndə o sadəcə uşaq idi. Yəni, başa düşürsünüz nə demək istədiyimi? Bu səbəbdən, əgər bir yerdə problem varsa, ilk öncə problemi özümüzdə axtarmalıyıq. Biz nəyi səhv eləyirik ki, bu belə olur deyə bir insan düşünməlidir ilk öncə. Biz ilk öncə özümüzü dəyişdirməliyik ki, düşüncə tərzimizi dəyişdirməliyik ki, 13 yaşındakı uşaq 26 yaşında adamla evlənib ondan uşaq dünyaya gətirəndə biz deməyək ki, normal hadisədir. 16 yaşında evləndirilən insanlara, 18 uşağı olan insanlara normal baxmamalıyıq ki, bir şeyləri dəyişdirə bilək. Amma normal baxmamaq deyəndə də qınamağı nəzərdə tutmuram da, məncə anlayırsınız. Belə şeyləri normallaşdırmamalıyıq hər birimizin yaxşılığı üçün.